Elşad Miri çıxışlarında bəzən deyir ki, dostlarımla əyləşdim, dostlarımla görüşürəm, müzakirələr edirik. Mən buradan sizə sual vermək istəyirəm. Elşad Mirinin dostları, necə deyərlər, bir müsəlman olaraq, sizi də müsəlman hesab edərək sizə sual verirəm ki, mən bilirəm ki, siz görürsünüz, hər gün biz bu adama cavablar veririk və cavablarımız da adamın öz səsi ilədir. Siz o adama niyə görə demirsiniz ki, sənə Qurani-Kərimdə etdiyin qrammatik xətalar barədə ciddi cavablar verilir. Nə üçün çıxıb cavab vermirsən? Xüsusilə söz vermişdi ki, əgər mənə kimsə çıxıb cavab versə, göstərsə ki, mən burada xəta eləmişəm, mən çıxıb bəyan eləyəcəm, tövbə edəcəm, deyəcəm ki, Allah razı olsun, mənə öyrətdiniz. Yəni bunu ona deyə bilmirsiniz. Yəni yoxdur sizin aranızda bir nəfər ona desin ki, çıx cavab ver. Əgər ədalətli adamsansa sözünü yerinə yetir.